Kargo, kuryer, müştəri rubrikasında kargolardan danışıram. Bəzi paylaşımlar çıxır qarşıma ki, bu kargo yaxşıdır, bu kargo sürətlidir, bu kargo gec cavab verir. Çox maraqlıdır. Bunları hansı meyarla və necə ölçürsüz? 5 ildir ki, kargo kuryer sektorundayam və bütün kargo rəhbərlərindən şəxsi əlaqəm var. İstədiyim bağlamanı, istədiyim zaman onların təhvil ala bilərəm. Yəni bu prosesin ölçmə meyarı deyil. Yəni şəxslərin istəyinə görə ölçülmür bu proseslər. Bir sistem var, o sistemdə çarx fırlanır. İddia edirsiniz ki, X bir kargo sürətlidir. Hansı kargonun şəxsi təyyarəsi var? Heç birinin. Hamısında proseslər eynidir. Bəli, gömrükdən tez çıxan olur, tez çeşidləyən olur, müştəriyə tez cavab verənlər olur. Gömrükdən çıxma prosesi növbəli şəkildə olur. Gömrüyün də yük qəbul edib onu çıxartma gücü var. Ondan artıq güc qalır sabahsı günə. Bu şəkildə növbələr tənzimlənir. Bütün kargolar gömrükdən tez çıxartmaq, ambarda tez çeşidləmək, rəfət tez vurmaq üçün çalışır. Pis kargo fəaliyyətini dayandırmış kargodur. Müraciətlərə baxılması da eyni şəkildə növbəli şəkildə olur. Növbəni siz özünüz pozursunuz və sonra şikayət edirsiniz ki, mənə gec cavab verilir. Bu necə tənzimlənir? Siz yazırsınız, tutaq ki, X bir saatda, sizdən sonra yazan sizdən sonraya düşür. Amma siz səbirsizlik eləyib bir dənə mesaj yazanda siz avtomatik geriyə düşürsünüz. Yəni bunları unutmayın, bunlara diqqət eləsəniz, hər kəsə cavab verilir. Cavab verməkdə bir müddəti olur. Hal-hazırda fəaliyyət göstərən 10-12 kargo var. Bunlarda aşağı-yuxarı proseslər eynidir. Rahatlıqla sifariş edib bağlamanızı təhvil ala bilərsiniz. Burada dayanırıq, amma düşünmək üçün.